Verilişlər düşüb bir də görsən tərbiyəsi olmayan insanların əlinə. Mən də onu utandıra bilərəm, mən də onu efirdə alçalda bilərəm. Mən bunu kişilikdən saymıram. Mütləq şəkildə televiziya seçilən aparıcılar böyük bir komissiyadan keçməlidirlər. Aparıcı qonur bunun sinəsinə Əzrail kimi. Yox, sən danışmalısan. Çünki ona nə lazımdır? Sponsor. Qəşənglikdən söhbət gedə bilməz. Çünki mən də bugün əməliyyat eləsəm 15 yaşında görsənərəm. O qədər gözəl tənqid edir ki, deyirsən ki, kaş o məni tənqid eləyər. Hətta mən oraya 2 ay gedəndə mənə çox adam dedi ki, sizin yeriniz deyildi. Elə dedim ki, mən pozğunxanaya getmişəm. Dram və kino aktyoruyam. Ha vaxt məni dəvətlilər, mən oynamadım. Çevirin ATV-yə Azər flankası yıxıb sürüyor. Qurtardı verilir. Azər Şabanov necə oldu ki, axşam təxəllüsünü aldı? Onu demişəm, çox demişəm. Yəqin eşitmisiniz siz də, amma bir də deyim. İstəyirik. Bizə deyəsiniz. Bu ABA televiziyası var idi. Orada bu axşam verilişindən Əhməd Orucoğlu bizim onda rəhbərimiz idi. Verilişin birində mən deməlidim ki, salam, mən Azər bu axşam sizi salamlayıram. Mən də dedim, salam, mən Azər axşam sizi, səhv oldu müəllim, dedilər, bu elə qalsın. Və elə də qaldı. Çox sadə bir açılışı. Hazırda gündəlik vaxtınızı nəyə sərf edirsiniz? İdmana. Bir də vaxt eləyəndə, imkan eləyəndə çalışıram ibadətə vaxt ayırım. Bunu da deməyə qorxursan, deyən kimi deyirlər ki, bu gün də adam olub, ağıllan, neyse qoy desin. İdman demişkən, uşaqlıqdan idmana marağınız olub, amma dediyinizə görə atanız bunun qarşısını alıb. Sizcə indi idmançı olsaydınız, sizi yenə eyni xarakterdə, eyni savadda Azər axşam kimi tanıyacaqdıq? Onu bilə bilmərik. Siz elə şeylər var, yaşamalısan. Arzuladığın başqa şeydir. Gerçək başqa şeydir. Hərdən arzularımıza gedən yolda bir də görürsən dönməli olan məqamlar da olur ki, ayda mən bunun bu qədər çətin olduğunu bilmirdim. Amma təbii ki, əgər mən düşünürəm ki, məni atam idmana icazə versəydi və mən necə ki bu sənətimdə peşəkar olmağa çalışdım, yəqin ki o sənətimdə də peşəkar idmançı olardım və Azərbaycan bayrağını ucaldardım. Sizi hazırda niyə efirlərdə görə bilmirik? Mən istəyirəm o sualı sizə verim, bəlkə siz bilirsiniz. Efirlərdə varam. İndi ATV-də günorta saatlarında bişir qazan yarışması ilə çıxırıq və çox adam deyir ki, niyə o saatda? Deyirəm, çünki bu sırf o baxımda verilişdir. Məhz evdə oturan xanımlar üçün nəzərdə tutulan əyləncəli, insanlar gəlir, bişirirlər, zarafat, nə bilim, qonaqlarımız olur. Belə yüngül bir tərzdə əyləncə. Amma o dediyiniz o monumental axşam verilişləri yoxdur. Və Niyə? Bilmirəm. Vallahi mən onun səbəbini bilmirəm. Çünki mənə elə gəlir ki, televiziyalar artıq nəsə istehsal etmək istəmirlər. Hazıra nazir olmaq istəyir. Nə düşünürlər ki, o baxımlı olmayacaq, yoxsa necə? Bilmirəm, valla mən həmişə düşünmüşəm ki, əvvəllər eləmişik də. Bizim efirlərdə əvvəllər çox, yəni elə əyləncəli, intellektual, yarış olan axşam şouları olurdu. Bugün də var. Məsələn, eləyirlər, axşam şouları var, görürsünüz, gündəlik efir kimi gedir. Amma mən həmişə düşünmüşəm ki, Azərbaycanın, belə deyək də, miqyası hər gün 5, gündə 5, həftədə 5 verilişə imkan vermir. Çünki vur tut 50 tanınan insan var. Mövzu yoxdur, tema yoxdur. Konsertlər yox. Çox təəssüf edirəm ki, niyə bugün televiziyalarda, məsələn, filmdə iştirak edən çəkiliş qruplarıdır, aktyorlardır, rejissorlardır, operatorlardır, teatrda işləyən aktyorlardır, yaxşı tamaşalar oynayan, niyə onlar efirlərə dəvət olunmur, niyə onlar xalqımıza tanıdılmır? Daha çox sosial şəbəkələrdən qidalanmağa başladılar, asant yola əl atdılar. Yəni, hazır var da, niyə işləyək? Niyə nəsə istehsal edək? Gətir onu çəkək. O reytingi var, gətirək. Onun cəmaatı gəlib baxacaq, sponsora da reyting lazımdır. Türkiyədə Bəyaz Öztürkün aparıcılıq etdiyi 20 ildən çox Bəyaz Show verilişi bitəndən sonra hamı dedi ki, yenə o konseptdən qayıdacaq. Elə illərdir də deyirlər ki, qayıdacaq. Axırda başqa bir layihə ilə qayıtdı. Məsələn, sizdə də daha öncə Teletime, Milyonçu Şousu kimi verilişlər niyə belə istənilən tamaşaçı tərəfindən sevilən adamlar yenidən ona qayıda bilmir? Yəni səbəbi nədir bunun? Vallahi inanın ki, mən
bu yaşıma qədər heç kimdən küsülü deyiləm. Sənət dünyasında. Yəni elə bir aktyor yoxdur desin ki, Azər Axşamdan küsülüyəm. Hətta mənə pislik eləyən insanlarla küsülü deyiləm. Yenə də görüşəndə salam verək. Heç bir rejissorla küsülü deyiləm. Heç bir televiziya rəhbərliyi ilə küsülüyüm yoxdur. Heç vaxt özbaşınalığım olmayıb ki, bu adam reglamenta uyğunmur, istəyəndə gəlir, istəyəndə gəlmir, sözə qulaq asan deyil, disiplinası yoxdur, tərbiyəsiz deyil, yəni tərbiyəsizdir deməyiblər. Sadəcə fikirləşirəm bəlkə, yəqin ki də ona görə ki, mən sponsor gətirə bilmirəm televiziyaya. Bilirsiniz, mən həmişə deyirəm ki, bunu yenə qoy deyim bu sözü, deyirəm, yaxşı işçi namuslu arvaddır. Onun qayğısına qalmaq lazımdır. Onu sevmək, onu əzizləmək lazımdır. Ona hədiyyələr almaq lazımdır. Onun xidmətində durmaq lazımdır. Çünki o namuslu, tərbiyəli insandır və çox tərbiyəli uşaqlar yetişdirir. Veriliş də uşaqdır. Verin onu tərbiyəli adamlara. Amma həfsə olsun ki, verilişlər düşüb, bir də görsən, tərbiyəsi olmayan insanların əlinə və onlar istədiyi istiqamət aparırlar və təbii ki, baxımlılıq çox olur. Son zamanlarda bir neçə verilişlər də bağlandı hətta buna görə. Sizcə bu məhdudiyyətlərin tamaşaçılarımıza, efirə bir xeyri var? Yəni olacaq və ya? Alqışlayıram. Buradan da bir daha təşəkkürümü bildirirəm. Sağ olun ki, siz dayandırmağı bacardınız. Və özünüz də görürsünüz ki, bu dayanmalıdır. Çünki biz axı istedadlı xalqıq, biz daha gözəl şeylərə imza ata bilərik. Niyə biz başqa televiziyaların verilişlərinə baxıb, ah çəhək ki, niyə bizdə yoxdur? Bizdə elə aparıcı da var, bizdə elə rejissorlar da var, bizdə yaxşı redaktorlar da var. Azərbaycan xalqı çox istedadlı, talantlı bir xalqdır. Azərbaycanın əl qoyduğu hansı işi bacarmayıb ki? Niyə biz lağlağaya qaçırdıq? Niyə biz aşağı səviyyəli şeylərə qaçdıq? Məncə bilirsinizmi, insan nə cür yaşayırsa o cürdə davranır. Məncə mütləq şəkildə televiziya seçilən aparıcılar böyük bir komissiyadan keçməlidirlər, yoxlanmalıdırlar. Bir də bizdə belə bir şey var ki, qonağı dəvət eləyirlər, amma qonağı ələ salırlar. Bəli. Aparıcı qonağı ələ salır. Bəli, bu da düşünülmüş addımdır. Çünki tamaşaçı, bilirsiniz, tamaşaçının günahı yoxdur. Mən uşağı deyir, uşaqlıqdan nəyə öyrətsən, o cür davranacaq. Tamaşaçı da bir uşaqdır. Oturur və baxır. Deyir ki, pis olsa bunu efirə çıxartmazlar da. Deməli, bu hörmətə layiq adamdır ki, bunu efirə qonaq çağırır. Qonağı da çağırıb təhqir eləmək, alçatmaq efirdə, onun üstündə məzələnərək şou eləmək, bu tərbiyəsizlikdir. Olmaz. Sanki qonaq da bəzən buna razıdır elə bil dünəndən. Qonaq buna razı, çünki elə olmasa qonağı çağırmırlar. Çağırmadıqlarını da bu gündəmdən düşür. Gündəmdən düşəndə də bu toyları itirir. Məsələn, o gün verilişə baxıram, deməli çağırıb xanım müğənnini, aparıcı sual verir ki, mən bir xanım müğənnilərinin adlarını çəkəcəm. Onlardan hansı sizdən daha gözəldir? Deyin. Artıq intriqadır. İndi gələn xanım müğənni neynəsin? Orada da şəkillər qoyur, bir-bir. Sonra da başlıq çıxır. Bunlardan hansından siz özünüzü qəşəng hesab edirsiniz? 90% əməliyyat olunmuşdur, bu bir. Qəşənglikdən söhbət gedə bilməz. Çünki mən də bugün əməliyyat eləsəm 15 yaşında görsənərəm. Və sonra çıxım deyim ki, mən kimdənsə qəşəngəm, gülməlidir. Və qəşənglik təkcə xarici görünüşlə deyil. Və yaxud da olmaz demək, bunlardan hansından özünüzü istedadlı sayırsınız. Bu da olmaz demək. Heç kimi alçatmaq, təhqir etmək. Və biz də baxırıq şəkillərə, elə adam var ki, bunun haqqında mən heç nə deyə bilmərəm, çünki məni show biznesdən çıxardar. Tənqid elə. Necə ki, bugün mən baxıram, çox xoşum gəlir. Türkiyədə bir oğlan var, serialları bu cür müzakirə eləyir. Yumor üzərindən. Bəli, Murad Soner. Sevgi ilə izah eləyir. Yalvararaq izah eləyir. Yapmayın şöyle ya. Böyle olmaz. O qədər gözəl tənqid edir ki, deyirsən ki, kaş o məni tənqid eləyərdi. Onun özü də bir gün. Bir də var ki, təhqirə söykənərək, alçaldaraq, o gün toyda görüşdük, mənə salam verməni gör, mən səni eləyəcəm. Olmaz. Efir sənin dədəvin kontorası deyil. Və buna görə də televiziya qadağa qoyulmalıdır. Aparıcı qonur bunun sinəsinə Əzrail kimi.
Yox, sən danışmalısan. Çünki ona nə lazımdır? Sponsor. Sizcə dövrün tələbatına uyğunlaşmaq peşəkarlıqdır? Dövrün ağıllı tələbatına uyğunlaşmaq peşəkarlıqdır. Ağıllı. Nəyi nəzərdə tutursaq? Yəni əgər mən yeni dövrə uyğunlaşaraq heç bir mənəvi dəyərləri pozmuramsa, bu əladır, müsbətdir. Yox, əgər mən mənəvi dəyərlərə ziyan vururamsa, adını da qoyuram ki, yeni dövrə ayaqlaşmaq lazımdır. Onda Azərbaycanda yaşama. Get o dəyərlərə qiymət verilən ölkədə yaşa. Orada aparıcı ol. İspaniyada, İtaliyada bugün elə şoular var ki, çimərlik paltarında çıxırlar. Get orada aparıcılıq elə. Siz düşünürsünüz ki, televiziyada da eyni cürdür. Yəni maaş aşağı olduğu üçün yaxşı iş ortaya qoymurlar. Mən sizə deyim ki, maaş əslində qalxsa əla olar. Çünki bilirsiniz, mən dilvə görə dilçəyin olmalıdır da. Mən həmişə deyirəm, verdiyin pul, gördüyün işin qarantıdır. Məsələn, aparıcını çağırır, deyir, həftə içi 5 veriliş, bu ayda 20 veriliş eləyir. 2 saat efirdə olacaqsan. Deyir, maaş nədir? Deyir, 1500. Və gəlin o 1500-ü 20 verilişə bölək. Və deyəndə də deyirlər ki, çox sevmədiyim bir söz. Deyir, harada işləyirdin? Teatrda nə qədər alır? Sən teatrla televiziyanı niyə bir eləyirsən? Teatr mənim ocağımdır. Teatrda mən işləyirəm, orada yetişirəm, böyüyürəm. Sənsə özəl televiziyasan. Nə olar, əgər imkanım varsa 2 qat ver də maaşı. Və mən sənə 2 qat bağlanım. Teatrdan niyə uzaqlaşdınız Azər bəy? Teatrdan elə məcbur uzaqlaşmalı oldum. Çünki büsbütün televiziya, aləmi mənim üçün təzə idi. Sonra ikinci dəfə getdim, yəni teatrda işlədim. Sonra yenə canlı efir oldu. Və canlı efirlə televiziya tutmadı. Çünki hər gün efirdə olmalısan. Və rejissorum dedi ki, yox, mən belə istəmirəm də. Yəni sən seçim qarşısında məni yox, oranı seçirsən. Dedim, Allah canımı sağ eləsin, amma mən teatrdan getmək istəmirəm. Mənə 1 il vaxt verin. 1 ildən sonra mən həftəlik verilişə keçəcəm də. İndi situasiya budur. Razılaşmadı, Allah canını sağ eləsin. Mən də çıxmalı oldum. O vaxt aparıcılıq etdiyiniz verilişlərdə həm pozitivliyinizlə, həm yumorunuzla daim maraqda qalmısınız, diqqət mərkəzində olmusunuz. Amma indiki verilişlərdə biz o yumoru görə bilmirik. Nə də ki, intellektlə daha doğrusu yumorun vəhdətini görə bilmirik. Nədir yəni bunun səbəbi? Bunun səbəbi seçimin doğru olmamağıdır. Yenə deyəm, insanları bugün efirlərə bacarığına, istedadına görə dəvət etməlidirlər, sponsoruna görə yox. Bugün adam gəlir efirə deyir, salam verir ki, mən bir veriliş eləmək istəyirəm, 10 dənə sponsor gətirəm, amma aparıcı özüm olacam. Və televiziyada qınamıram açığı. Maliyyə lazımdır. Komediya verilişlərlə bağlı nə deyə bilərsiniz? Baxanda heç gülürsünüz. Çünki 90% TikTok mövzularıdır. Təbii ki, mən sizə bir söz deyim. Çox vaxt insanlar komediya ilə satiranı səhv salırlar. Biz öyrəşmişik Sovet dönəmində bu satirik komediyalara, o vaxt yazılırdı, dramaturqlar yazırdı bu komediyanı. Amma bir də var ki, onu göstərən insanlar demir ki, biz burada sənət nümayiş elətdiririk. Məsələn, komedi xana. Onlar ha vaxt deyirlər ki, biz burada sənət nümayiş elətdiririk. Onlar deyir ki, işdən gəlmirsən, yorğunsan elə, otur, biz səni əyləndirək. Nəyə gülərsən, nəyə də gülməzsən də, bir şey taparsan özüvə. O da oturur, yemək yeyə baxır, biraz o fikirlərdən, dərddən, sərdən uzaqlaşdırır məni. Amma hamısı yaxşı olmalıdır, mənə görə ola bilməz. Bəlkə mənə yaxşı olmayan sənə yaxşıdır. Onlar da tənqid eləmək olmaz. Onlar orada özləri deyirlər ki, obrazdılar. Yəni ki, cəmiyyətdə belələri də var. Mən aktyorum da peşəkar, baxmışam komediya xanaya. 2 ayda orada oldum. Yəni, mən də indi oturub hərdən baxıram, elə səhnə var, gülürəm, bəli. Yaxşı alınıb. Mən deyirəm, kaş o səhnələrdə belə yaxşı olsaydı, əla olardı. Amma, nədir bu? Hətta mən oraya 2 ay gedəndə mənə çox adam dedi ki, sizin yeriniz deyildim. Elə dedim ki, mən pozğunxanaya getmişəm. Necə yəni, oradakı bəyəm adamlar aşağı adamlardır, səviyyəsiz adamlardır, hərə öz-özünə görə bir şəxsiyyətdir, istedadlı insanlardır. İndi yığışıb bir iş görüblər də. Üzümü güldürməyə çalışır da, söymür ki səni. Çalışır ki, sənə bir gülüş bəxş eləsin. Bunun başqa amalı yoxdur.
Elə sizin Qız Atası serialındakı rolunuz da biraz fərqli idi. Kürəkən rolundaydınız. Bəli, orada məsələn Çingizi göstərmişdi ssenarist, rejissor ki, nəyi nə ilə gəldi, qatıb yeyir. Demək diyor ki, Azər elə yaşayır. Cəmaət də belə eləyir, bu nə gündədir, nə gəldi yeyir. Bəli, gör nə qədər inandırmışam ki, elə bilir ki, mən də eləyəm. Okey, amma təhqir eləmə. O rol sizin ürəyinizcə olmuşdu? Mən ürəyimcə olmayan şeyi eləmirəm. Bir də bir şey var da, təkcə ürəyimizcə və yaxud da ki, maddiyyatla bağlı idi. Mən sizə deyim də, əgər həyatda təkcə ürəyimizlə bağlı işləri görsək, gərək biz ac qalaq. Mən hər yerdə ürəyim istədiyim yeməyi gözləsəm, mən heç nə yeməyəcəm. Ha vaxt mən Azər axşamı bir aktyor kimi bir böyük filmə dəvət elədilər. Bir böyük, mən dramatik aktyoram. Dram və kino aktyoruyam. Ha vaxt mən dəvətlər, mən oynamadım. Beləmi dəvət? Mən durmam yalvarım ki, mən qurmam ki, mən filmə çəkdi. O da desin ki, pulsuz çəkil. Qab-qacaq düzəltmirik ki, bazarda sataq, pul qazanaq. Biz mənəviyyatla yaşayırıq. Və onun da müqabilində mənə pul gəlməlidir ki, mən növbəti yaxşı iş barədə düşünüm. Və yaxşı iş barədə düşündüyüm an, xırda qazanclara qaçmaq məcburiyyətində qalıb xırdalanmayım. Milyonçu şousu, Teletime kimi verilişləri necə xatırlayırsınız? Açıq deyim ki, onlar mənim karyeramı heç nə qatmadı. Niyə? Heç nə qatmadı. Yəni mən düşünsəydim ki, vaxt gələcək o verilişləri aparmaq mənə həyatda sənət, televiziyaçı kimi heç bir önəm verməyəcək, gətirməyəcək. Yəni məni ona görə dəyərləndirməyəcəklər. Mən o vaxtdan heç televiziyaya gəlməzdim. Sözünüzdə demişdiniz ki, Milyonçu şousundan gözləntim var idi. Bəli. Amma olmadı. Olmadı. Yəqin ki, bunlar nəzərdə. Bəli, olmadı. Yəni xaricdə bir insan özünü bir dəfə sübut etmək üçün həyatını, hər şeyini xərcləyir. Amma bir dəfə özünü sübut etdikdən sonra artıq ondan istifadə edirlər. Bizdə isə həyatın boyu özünü sübut etməklə məşğulsan. Və onun meyvələrini yeyə bilmirsən, ancaq ağac əkirsən. İndiki verilişlərdə məsələn zənglərlə bağlı quranmalar çox olur. Sizdə məsələn Teletime aparanda elə bir təcrübəniz olub ki, real tamaşaçı olmasın? Təzə başlayanda, veriliş təzə başlayanda efirə çıxır. Tamaşaçı ola reklam getsə də tamaşaçı elə buna hazır deyil. Amma sən saat yarım efiri doldurmalısan. Onda zənglər qoyurduq ki, boş qalmasın. Canlı yayında kimsə zəng elirdisə eləyirdi. Eləmirsə də bizim zapaz zəngimiz, yəni ehtiyac zəngimiz olmalıdır ki, efirdə mən boş nəyə dayanım, mən dayanmışam ki, bunu açım. Amma o insanlara heç nə verilmirdi. Sadəcə bu o relsə düşmək üçündür. Amma sonra isə artıq o yığışdı və ancaq kənar zənglər. Azər bəy, Milyonçu şousunda sizə cavabların verilməsi təqdirində 5-10 min təklif edilib. Orada çox maraqlı bir şey var idi. Milyonçu şousunda elə bir sistem idi ki, aparıcı gəlib sualları oxuduqdan sonra bayıra çıxa bilmir. Yəni istəsələr də mümkün deyil. Mən sualları verilişdən 1 saat qabaq oxudum. Studiyadan çıxmaq icazəsi yoxdur. Həmən verilişə. Telefon da yoxdur. Sən istəsən də kömək eləyə bilmirsən. Özün bildiyin suallar var. Oxuyursan, desən ki, mən özüm bilirəm. Onun kömək etmə imkanım var oyuncuya. Və o mimiklə zadla ki, var. Onu da eləməmişəm. İndiki Milyonçuda şou var? Azdır. Demək olar ki, yoxdur. Yəni, heç kim xətrinə dəyməsin. Hər birinə böyük hörmətim var. Siz hərənin götürə biləcəyi yük var. O yükdən artıq yükləmək də olmaz, çünki onu daşıya bilməyəcək. Amma deyim ki, baxılmır, o da yalan olar. Baxılır. 2 övladınız var. Onlarla münasibətiniz necədir? Siz bir müsahibənizdə demişdiniz ki, mənim ən çəkindiyim insan atamdır. Sizin də övladlarınız yaxşı mənada sizdən çəkinir? İnşallah ki. Qəlblərini Allah bilir. Amma arxayın tərəfim odur ki, mən onların şımarması üçün, tüklər demişkən, qudurması üçün və özünə başlanıq eləmək üçün heç nə eləməmişəm. Hazırda Dilarə Əliyeva ilə münasibətiniz necədir? Pis deyil.
normaldır, amma əvvəl kimi deyildi. Yəni artıq yollarımız ayrıldı. Teatrda bir yerdə işləyirdik. Yəni biz birimizə çox doğma insanlarıq. Ola bilər birimizdən yüksəkdə, birimizdən incəyəkdə, amma kəsib ata bilmirik. Çünki nə mən, nə də o insani keyfiyyətlərimizi birimizə qarşı itirməmişik. Sənətimlə gündəmdə olmaq istəyirəm, peşəmlə gündəmdə olmaq istəyirəm. Şəxsi həyatımda olmaq istəmirəm. Çünki özüm heç vaxt heç kimi şəxsi həyatını efirlərdə açıb tökməmişəm. Hətta ən gizlilərini belə, düşmənim olsa da belə heç vaxt efirdə o insanı vurmamışam. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkürlər.